Salam, hörmətli Avtoklub izləyiciləri. Bugün dərsimizdən yeni bir çəkilişdir. Tələbəmiz bəydir əslində. Mən buradan bəylərimizin nəzərinə çatdırmaq istəyərdim ki, bəzən deyirsiniz ki, fikirləşirsiniz ki, dostum örgədər, qardaşım örgədər, atam örgədər falan. Amma məncə gəlib elə müəllimlə dərs almaq daha yaxşıdır ki, bünövrə necə qoyulursa, elə də gedir. Çünki avtomobil idarə etmək əslində bu siz necə, yəni oturdum, sürdüm, yox, sürücü mədəniyyəti var və sürücü məsuliyyəti var ki, bunu hər bir sürücü bilməlidir. Mən həmişə onu dəfələrlə demişəm, xanım, bəy fərqi yoxdur. Sükan arxasında oturan hər bir kəs sürücüdür və ilk növbədə də sürücü mədəniyyətinə riayət etməlidir, qayda qanunlara riayət etməlidir və bəy gəlib dərs alır. Bu bünövrə necə qoyulursa, inanın ki, elə o formada da gedəcəkdir. Getdik. Yox, bu vəsə, dayanırıq. Hər bir şeyi, hər bir detalı, yəni baxın, mən bunu dəfələrlə demişəm. Orta güzgü 3 saniyədən bir, hər 3 güzgü 10 saniyədən bir kontrol olunmalıdır. Dönmə işıqları, bu əl buna öyrənməlidir. Yəni bunlar hamısı vacib amillərdir ki, hər bir sürücü bilməlidir. Maşın oldu, olmadı, buna riayət eləmək lazımdır. Məsafə saxlamaq, yəni bu şeyləri dərs zamanı hamısını biz aşlayırıq, deyirik. Eləmi Anar? Ay sağ ol və öyrənirik, getdik biz.